Salam aleyküm değerli dostlar, değerli izleyiciler, bizim Sultan Ofis YouTube kanalımızın güzel ailesi. Değerli dostlarım, değerli izleyicilerim, bu günler Binə qəsəbəsində sizlere görkemli bir yerde, Ümid Uşaq Bağçası deyilən ərazidə, Dəniz Marketin yaxınlığında, binənin mərkəzində paket kupça, hem torpağın çıxarışı var, hem evin çıxarışı var. Bildiğimiz normal kupça. Bina evlərində necə yaşayırsınız kupça ilə? Bax, həmən kupçadan olan qəşəng bir iki sotun içində çotaqlı evimizin çəkilişinə gəlmişik. Dövlət qazı, işığı, eləcə də şirin suyu, buradan suyu da ki, şollar suyudur dostlar. Qəşəng hər bir şəraiti olan bir evimizin çəkilişindəyik. Qiyməti istəyirəm ev sahibinin dilindən eşidək bir dənə. Son qiymət? Yox, birinci günün real qiymət aşağı yerini özün danışarsan. 70 min deyirsən. Reallıqla da olsa qiymət danışarsan da. İnşallah. Aşağı yer olacaq, ondan aşağı. Cüzü olacaq, cüzü. Cüzi olacaq. Yəni özün bilərsən də qardaş. Onu sən özün şəxsi izləyicilərimizlə danışarsan. Bizdə qiymət qoydu söhbəti yoxdur dəyərli dostlar. Bizim ailəmiz, Sultan Ofis ailəsi qiymət qoydu yoxdur. Ev yiyəsi nə dedi, biz ondan gedirik. Gəlin bura. Əsas o şey, sənə kupça. Gəl, evi almaqla ev udmursan, sanki qol atırsan. Bax dostlar, gəlin inşallah Allah xeyir versin. Bax, mənzəriyə bir dənə baxın. Mənzəriyə baxın, mənzəriyə. Görürsünüz dostlar. 2 sot, 3 otaq. Paket kupça. Qeydiyyata düşürsən, rahat bir formada. Nə bilim axı, asan xidmətlə alqı-satqını aparıq, rahat bir formada. Hər şey qanuni şəkildə. Dostlar, gəlin bura. Evdə nələr qalacaq, nələr gedəcək. Maşın gedəcək. Bəzi şeylər qalacaq. Həyətə 2 dənə maşın girir. Tümrütkamız var. Ya Allah'ın adı. Su batırımız var. Ve burada kombimiz var. Niyot derim. Evin arkasında da dostlar. Ya Allah'ın adı. Aşık Hanım, siz de salamlayın da izleyicilerimizi. İzləyicilərimizi salamlayıram. Mükəmməl bir yerdə evimizin təqdimatındayıq. Sona qədər izləyin. Bu arada Aşıngildə bu məhəllələrdə qalırlar elə. Bəli, buralar bizim doğma məhəlləsi. Doğma məhəlləsidir. Bəli. Deməli burada evin arxa tərəfidir. Bax, sıvanıbdır, qəşəng. Qupquru, səliqəli bir evin arxası da var. Manqalımız da öz yerində. Aşıq Hanım, buyurun inşallah. Buyurun. Keçək təqdimatımıza biz. Su bakı var. Evdə qədər əşyalardan nə qalıb, nə gedəcək? Bəslər var, konservin qalır, Aha. kum qalır, mebeli o sözsüz qalır. Yəni, bitki şeylər, orada mebeldə bitki şeylər var, onlar qalır. Mebellərdən bir iki şey var, onlar qalacaq. Kondisioner qalacaq. Kondisioner qalacaq. Ondan sonra Əllər. mətbəxdən nələr gedəcək? Mətbəxdən. Mebel qalacaq Rövşən bəy. Elektronikalar gedəcək. Bir dənə kondisioner saxlayırsan, bir də ki mətbəx mebeli qalır. Bəli, bəli. Peş pişək. Allah razı olsun. Qiymətində də indirim dedin eləyəcəm. Və Rövşən bəy, avantajını da burada vurğulayaq ki, evimiz paket kupçadır. Mən onu əsas mənim üçün odur. Çünki binədə paket kupça ilə ev tapmaq dostlar. Barmaq sayı qədərdir. Yəni barmaq say qədərdir, sayla tapırsan. Və bir də ki, makler evi deyil də, indi qardaş özünə tikibdir. Elədir də. Makler evi deyil ki bu ev, özün tikibsən də. Bəli, bəli, şəxsi evdir. Alıbsan, özün də remont edibsən hər şeyini. Dostlar, evi alıp quru alıbsan da onda. Evi quru alıb, hər şeyini özü remont edib də. Bax, həyətində ərik ağacına qədər əkilibdir, gülü çiçək var. İnşallah keçirik evimizin içinə. Evdən 5 daş kürsülür. Gəlin Allah'ın izniyle. Ya Allah'ın adı. Gəlin Aşıq Hanım, gəlin. Ya Allah. Eve girdin, ev koridor. Bak qəşəng. Burası zalı. Sağ tərəfində. Zalında da ki gördüyünüz kimi, yəni rahat bir oturmağa, durmağa, səliqəli bir qonaq yola salmağa arkalıdır. Yəni super yola salmaq olur. Burada pərdəlik qoyublar özləri. İstəyən olsa bura jalüz qapılar da qoymaq olur. Beləncə açıq bağlanar. Yəni onu ürəyi kim istəyir, eləyə belə də saxlaya bilər, elə də alıb qoya bilər. Gəlin bura. Evdən bax, burada dediyimiz kimi mətbəx mebeli qalır. Qalan bu xaladenlik, paltar, yuyanzar, elektronikalar gedəcək. Yəni əsas budur. Ondan sonra bəzi burada nə saxlayar bilmirəm. Gəlin bura. Bura bizim böyük bir geniş yataq otağımız.
dostlar. Evin arkasında qəşəng yeri var, havalıdır ev. Bura bizim bir yataq otağımız. Və bura bizim digər otağımız dostlar. Burada bizim digər otağımız. Evdə düzdür, yüngülvari kosmetik, yəni ki, belə deyim ki, aboydu buradan indi uşaq cırıb o vaxtı, onları düzəltmək olar. Bax dostlar, mən açıq danışıram da, qapıdır, məsəl üçün belə şeylərdir. Bunları yüngülvari kosmetik eləmək olar. Yəni qiymət də mən sizə bir söz deyim. Allah haqqı qəşəng qiymət deyir. 70 minə yaxşı qiymət deyir. Bəziləri kimi 90, 95 deyib, məsəl üçün ay nə biləm mən bunu bəlkə də 90-a tutuzdurdum ki, Xülasə şişirdilmiş qiymətdir, normal oturulmuş qiymətdir. Normal oturulmuş qiymətdir. Bəli. Burada evin sanitär qovşağıdır. Bizə niyə deyirəm Ayşun xanım mən onlara? Yəni sən də özün bilirsən də mənim yanımda neçə vaxtdır, 5 ildir biz bir yerdə işləyib də düzdür çörək kəsirik. Haram çörək kəsdiyimizi görübsən sən bizim? Qeyri-mümkündür. Çünki biz haramçı insan olsaydıq bu dəqiqənin özündə belə deyək də evimizin sütunları da qızıldan idi. Allah eləməsin, o qızıldan sütun bir gün Az olsun, halal olsun. dəmirdən barmaq olur. Ona görə də biz Az deyirlər. olsun, halal olsun. Hər nə varsa ən gözəl biclik, mən Ayşun xanıma ən bəri başdan demişəm, ən gözəl biclik düzgünlükdür. Bəli, İkinci bəli. bir kəlmə yoxdur. Bəli, müəllim. Allah razı olsun. Müəllim dəyərlən bu arada biz reklam işçisiyik inşallah ki. Yox, Rövşən bəy, mən bunu heç bir zaman unutmaram. Sizin sayənizdə bu işi Estağfurullah. öyrənmişəm. Həqiqətən də buna görə də sizə Mən borcluyam. bir söz deyim, Buyurun. ruhunu verən həmişə Allahdır. Allahdan başqa hər şey yalandır. Doğru. Və həqiqətən də həyatda heç bir şey təsadüf deyil. Kimsə qabağına çıxırsa, kimsə bir iş öyrədirsə, bunlar hamısı Allahın istəyi iləndir. Elə demə, pis oluram. Deməli Ayşun xanım, burada kondisioner var, bu da Samsung kondisionerdir. Bəli. Sahibi dedik alacaq. Onu da göstərmək istədim. Bu arada real alıcılar, buyurun inşallah ətraflı məlumat üçün zəng edin. Gəlin bu fürsəti əldən qaçırtmayın. Sənətə də Qubçadır. Rahat bir şəkildə gəlin alın. Yerləşmə yeri təkrar edirəm. Binə qəsəbəsi, Ümid Uşaq bağçası, Köhnə Tavsiyə yolu deyilən ərazidə yerləşir. Yaxşı da bir yerdir. Xeyirlisi Allahdan, Allahın izi ilə buyurun.